Salam değerli izləyicilərimiz, xoş gördük sizləri. Bugün bizim qonağımız nə yaxındandır, nə uzaqdan. Təbrizdən və Sidneydə yaşayan Cavid bəydir. Cavid Şəhafər. Cavid Şəhafər e, bizim proqramlarımızdan birinə baxıb və bizi tapıb. Məqsədə uyğun görüb ki, bizlə müsahibə eləsin. Müsahibə eləsin, e, bir soydaşlarımız, Təbrizdə yaşayan soydaşlarımız, Urmiyədə, Ərdəbildə və Azərbaycanın güneyində yaşayan soydaşlarımıza bəzi mesajları var. Dillə bağlı, İranla bağlı və dinlə bağlı və bizə də mesajları var. Azərbaycanın quzeyinə də mesajları var. Biz İranı necə tanıyırıq? Ümumiyyətlə İranı tanıyırıqmı və İran bizim üçün nədir? Dostdurmu? Dost ola bilərmi? Niyə İran məsələn bizi daha çox müdafiə eləmir? Daha çox İran dövlətindən söhbət gedir. Bizi daha çox müdafiə eləmir. Daha çox erməniləri müdafiə edir. Daha çox ta ki başqa e, ölkələri müdafiə edir, Rusları müdafiə edir. Nəinki öz qan qardaşları, öz can qardaşları bizləri. Bəzən də deyirlər ki, Əşitay nə istəyirsiniz? Bu Xamneyi də türkdür da. Bütün bunların hamısından bağlı dəyərli Cavid bəyə suallar verəcəyik. Cavid bəy uzun müddətdir Sidneydə yaşayır. Yəni 1984-cü ildən Sidneydə yaşayır. Özü 1938-ci il doğumludur. Güney Azərbaycan tarixindən desək, yəni orada işlənilən tarixindən desək, 1318-ci ildə Təbrizdə doğulub. Din və tarix araşdırmacısıdır. Hüquq oxuyub Tehranda və beləliklə özündən də bəzi bu məsələləri soruşaq. Görək Cavid Şəhafər kimdir və özünü necə təqdim edir? Cavid bəy, xoş gördük sizi. Çok teşekkür ederim. Size selam getiririm ve sizin tamaşaçılarınıza ve eşidenlerinize. Çox sağ olun. Cavid, özünüz haqqında mənim dediklərimdən fərqli bir bilgilər varsa deyin. Yəni siz Təbrizdə doğulmusunuz, Tehranda oxumusunuz, indi hal-hazırda Sidneydə yaşayırsınız. Başqa bir deyəcəkləriniz varmı sizin keçmişinizdən, valideynlərinizdən, ümumiyyətlə? Açıqca belə qəşəng, elə bilin ki, oturub bir çay süfrəsi arxasında söhbət edirik, söhbət eləyək. Çünki biz rahat danışmalıyıq, çox rahat danışmalıyıq ona görə ki, sizi Azərbaycanın quzeyindəkilər daha yaxşı başa düşsünlər. Biraz da mən izah edəcəm. Və bizim danışığımızda güneyə bir təsiri olsun, güneydəki olan insanlarda təsiri olsun və bilsinlər ki, İran tarixi və ümumiyyətlə din tarixi, İranın din tarixi bugün mollaların onlara təqdim elədiyi kimi deyil. Məqsədimiz budur. İstəyirik ki, Azərbaycanın güneyində olan milli insanlarımız hamısını bilirlər, amma milli olmayan insanlarımız ki, Fars, belə deyək, mən millətlərə fərq qoymaram, amma ki, şovinist olan insanlar var. Onların da bizim insanların üzərində təkcə bizim türklərin deyil, həm orada yaşayan Kürdlərin, həm ərəblərin, bəlucuların, tutaq ki, giləklərin hamısının üzərində təsiri var. Niyə? Çünki bu millətləri assimilə eləmə siyasəti gedir, paslaşdırma siyasəti gedir. Onun üçün də istəyirəm biraz belə çay süfrəsi arxasında oturub danışan kimi danışaq ki, insanlarımız bizi başa düşsünlər. Siz özünüz haqqında biraz əlavə bilgilər verin. Mən istəmirəm çox özümə razı danışam. Bizim hüviyyətimizə razı əvvəl istəyirəm danışam. Bəli, sizin xahişinizlə mən izafə edeyim. Mən anadan olanda ikinci beynəlmiləl cəng idaməsi var idi. Və İkinci Dünya Müharibəsi. Dünya mübarizəsi. Çox məmnunam ki, siz tövzih verin, çünki mən Təbriz ləhcəsindən gedirəm qabağa. Fars qatışıbdır bizim dilimizə və ərəbi də ki, hamılarımızın dilindən qatışıb. Siz tövzih verin, əgər özünüz də bilməsiniz, məndən soruşun, mən tövzih verin. Bəli, çalışıb elə izah eləyəcəyik ki, həm izləyicilərimiz anlasınlar bizim danışığımızı, həm də özümüz üçün rahat olsun. Buyurun. Dəqiqən. Mən gözümü ki açdım, özümü tanıdım, dövrəbərimi tanıdım. Təqribən 6 yaşında və ya 7 yaşında pişəvəri, o böyük kişiydi, çox böyük kişiydi. Mən gözümlə görmüşəm onun işlərin. İnanmalı deyil ki,
bir ilin ərzində nə işlər, nə xidmətlər elədi Azərbaycanlılara və Azərbaycana. Gözüm siyasətdə açılıb. O vaxtdan da siyasəti dombal eləmişəm, qalsın tutmuşam və bütün böyük babalarım həm dədə tərəfindən, həm nənə tərəfindən mallı idilər və nənə babam hakim şər'i Təbriz idi. Mən bir fanatik müsəlman idim 12 yaşındaca. 12 yaşındakı biz Farsi dilini öyrəşirdik mədrəsələrdə. Mən atama dedim, ata, mən bu Quranı ki varımızda evdə ərəbidir, savabından ötür vəraq vururam. Çünki mollalar deyərdi, vəraq vursa savabı var. Və indi də ki biraz savadım çoxalıb, qələt qulud oxuya bilirəm, bəli mənasını qanmıram. Sən mənə bir dənə tərcümə olmuş Quran al, mən mənasını bilim ki, bu kəlamullah nə deyir? Mənim dədəm də ki, fanatik bir müsəlmanıdır. Buradakı deyirəm fanatik, qoy eybi özümdən başlayayım, ta bir iddə müsəlman, İslamzədə deyərəm mən. Bəli, bəli. İslam vermiş Azərbaycanlılara toxunmasın. Mənim atam xilaf-ı şər işlər çox görərdi. Bəli, İslamdan deyəndə boynunun damarı az qalardı patlasın. Mən 12 yaşındaydım, bu çox söyündü, getdi, axşam Qur'anı aldı, getdi. Bir daha da Nəhcül Bəlağa, çünki Şiə idi də, Nəhcül Bəlağa da deyirlər Əlinin sözləridir, İmam Əvvəl. Mən çox soğuqla dərsizadı qoydum kənara, saat təqribən 5 idi, 5 yarım idi. Getdim otağın bir quşəsində oturdum bu Qur'anı oxumağa. Bala surələrdən. Çünki Qur'anı tərsə yazıblar. Bəli. Böyük surədən gəliblər bala surəyə. Mən balalardan oxudum ki, tez-tez bir görüb bu surədə nə var, o surədə nə var filan. Bir zaman gördüm qaranlıqlaşdı, çıraq yandırdılar, şam gəldi, nə filan. Dedim, mənim şamımı çəkin gətirin, elə bir çırağın altında 2 dənə lampamız vardı, bərqi yox idi. Bizdə ki yox idi, elə çox evlərdə yox idi. Hətta bərqi xiyabanlardakı bərqidə çıraq qaz deyərdik. Çırağı qaz, yəni qazla yanan. Bəli, qazla yanan çıraq. Bəli, qazla dərdi. Bərqi nədir? Qədimlər qazla yanarmış nəcür? Elə adı qalmışdı çıraq qaz. Xülasə, mən otdum, şamımı da gətirildi orada yiyə-yiyə oxurdum. O qəd elə bir susuz adam 3 gündür su içməyib, təşnədir. Mən oxurdum ki, bu Allahın sözü nə mənədir bu kitabda? Bizə nə deyir, nə peyam yolu? Və 3-cü surəyə yetişmişdim. Yəni 114 dənə surəsi var Qur'anın. 101-ci surəsi Təbbət surəsidir. Əl-Məsid də deyərlər adı, 2 dənə adı var. Ora yetişəndə mənim tamam bu 12 illik imanım Məhəmməddən səlb oldu. Hənuz Allahı tarı bilirəm ha. Bəni Məhəmmədi də yalancı bir dənə peyğəmbər bildim. Bu iddia edib ki, mən peyğəmbərəm, bu sözlər də Allah tərəfindən gəlib mənə vəhy olub Cəbrailin vəsiləsi. 12 illik müsəlmanlığım bir ləhzədə yox oldu. Məhv getdi. Niyə? Bir xatirin ki, bizə 12 ildə demişdilər ki, Allah deyər, kon fəyəkun, ərəbisi bu deyil, Quran ayəsindəndir. Kon fəyəkun, ol, olar. Məsələn, şeirə deyər, ol, şeir ol, bir daha şeir yaranar. Ağaca deyər, ağac ol, ağac yaranar. Burada Məhəmməddir ki, nifrin elir,
öz əmisinin Əbi Ləhəbi ki, o zaman mən gülmürdüm əmisidir. Vəli gördüm nifrin ediyi Əbi Ləhəbin əlləri sınsın. Və mən üçün bahuş uşaqdım. Nə ki, çox bahuşa. O qədər şum var idi ki, təşxis verəm bu sözün mənası nə mənədir, kim deyir, kim demir. Və öz aləmimdə dedim, biz vaxtı gücümüz birinə çatmır, nifrin elə ki, Allah əlini sındırsın. Yəni qarğı şeyləri, qarğı eləmə deyərik. Qarğı şeyləri, aferin. Hə, Nifrin ərəbi kəlməsi. hə. Xoş. Bəs burada Allah nifrin edir kimi onun əlini sındırsın. Orada bildim ki, Kur'an'ı Məhəmməd özü yazıb Allah'ın adına. Sonralar ki idame verdim təhqiqimi, bildim ki Əbi Ləhəb bunun əmisiydi, çoxlu əmisi vardı. Adlarını saymıram, uzundur. Hə. Əmisiydi və bu iddia edənlər ki, mən nəbiyyəm, bu deyirdi camiəni xərablama, xəlqə toğun eləmə, xəlqin müqəddəsatına toğun eləmə. Bu bütlər ki görürsən, bu Allah deyil. Bu deyirdi, Məhəmməd deyirdi, onları Allah əvəzinə itaat edildi və ibadət edildi. Tozih verirdi ki, baba, bunlar Allah deyil. Necə şiyələrin indi görürsünüz möhrü var, sünnilərdə möhrü yoxdur. Sitayiş edirlər də, onlara sitayiş edirlər. Bu möhrü qoyur ora, bəni möhrə səcdə eləmir. Allaha səcdə edir. Bu vəsilədir. Doğru. O da dastanı tuğlanıdır, indi vaxtı deyil. Dər nəticə Məhəmməd deyirdi, yox, bunlar xuddi Allaha sitayiş edir. Allahın da bütü Kəbədə var da, hamıdan böyük bütdə odur. Qureyşidəki Məhəmmədin qəbiləsidir və Məkkədə yaşadılar və Məkkənin dövrəsində. Məhəmməd əvvəldə demirdi ki, hamıya mən rəsulam. Deyirdi, mən nəbiyəm. Nəbi ilə rəsulun fərqi nə mənədir? O da indi tozih versən, vaxtımız tutular. Deyirdi, mən nəbiyəm, öz qovmuma, hamı qovmulara bir nəbi yollayıb Allah öz dillərində. Mən də yollayıb məni Qureyşə ki, Məkkədə Ummul-Qura deyərlər Məkkəyə. Məkkədə və onun dövrəsində yaşırlar. Nəbinin mənası nə olur onda? Nəbi hansı görəv olur? Okey, nəbini istəsək deyə vaxtımız sərf olacaq. Bəli, mən tez... Yox, elə qısaca, mən çox da uzun yox. Qısacası budur ki, bu nəbi 3000 il bundan qabaqdan və ondan da qabaq var idi millətlərin arasında. Bunlar şarlatanlardılar. Deyərdilər, bizim tarihlə, tarihinin də 3000 dənə adı var. Hərənin özünün bir tarihisi var idi. Hər qəbilənin. Tanrı, doğru. Deyərdilər, biz qəbilənin tarihi ilə irtibatımız var. Nə mənə? Bəşli, mən e-kondisini geçirdim. Burada yaydı və bunu yandırmışam. Çox soğuk oldu. Deyirdiler ki biz irtibatımız var. Necə Məhəmməd deyildi Allah tərəfindən mənə vəhi gəlir. Onlar da deyildi Allahla biz danışaq, gələk yuxumuza. Sizin nə mənə sözünüz var, deyin bizə, mən Allahdan istəyirəm. Allah yox ha, dedim Tanrı, olan Tanrısı. Və sizə çox tanrılıq idi da. Tanrı? Çox tanrılıq. Tanrı. Tanrı da Allaha deyilən bir addır da. Hamında Allaha Tanrı deyirik biz, təbrizlər. Tanrı deyərlər, türk deyərlər. Tanrı. Və Xaliq deyərlər ərəblər. Rəbb deyərlər, Allah deyərlər. Hər zat var. Çox adları var, bəli. Allah bir addır. 3000'dən yuxarı da adlar var ki, mən bir kitab yazdım. Orada hamısını saymışam bir-bir. Bəd bu nəbi belə bir adamıdır. Məsələn, hakim, o zaman bir şəhrin görürsən bir dənə şahı var idi. Vaxtı istəyirdi o birisi şahından dava eləsin, yollardı bu nəbilərin gəlsinə. O nəbi
o birisi şahı nifrin eləsin, bunu dua eləsin ki Hmm. bu cəngidə piruz olsun. Nəbinin işi buydu. Fal tutsun cəmaətə. Ona qarğış eləsin, cadu eləsin da, belə deyək, cadu. Ah, cadu da yox, cadudan da aşağı. Fəqət qarqış eləsin, Qarğış eləsin. Hə. ya dua eləsin. Məsələn, yağış yağması üçün alqış edirlər ki, Allah sən qurban olum yağış yağdır. Dəqiqən, Hə. dəqiqən. O cür işlər görərdi. Nə Məhəmməd də əvvəldə dedi ki, mən gəlmişəm Qureyşə ki, Ummul Qura, yəni Məkkədədirlər və Məkkənin dövrəsindədirlər. Allah məni də sizə nəbi yollayıbdır. İslam dinini gətirmişəm sizə ki, sülh o səfadır. Bu dində cəng yoxdur, bu dində tohin yoxdur, bu dində yaman yoxdur, bu dində kötək yoxdur. Məkkədə əvvəl bu cür sözləri deyirdi. Vəli sonra dedi, hər kim müsəlman olmasa boynum vururam. Hala bunun dalısı var. Bəli, sonraki tarix məlumdur. Yəni o məlumdur tarix. Saldıram. Və mən o gün tərəstəyəm bunu deyəm ki, o gündən də İslamı qoydum kənara. Qəbləzinki təklifə varid olan, yəni 15 il qurtarsaydım, 3 ildən sonra tərk eləsəydim, olardım mürtəd və məhduru dəm və qanım helalıdır. Xoşbəxtانه 12 yaşındaydım və İslamdan çıxdım. Yaxşı ki, ailədə baskı olmayıb, döyməyiblər səni. Can? Çünki deyirsən, atam fanatik idi, yaxşı ki, döyməyiblər səni. Niyə? Dağlısı var. Mən gecə, bax ki, səhər gedəcədim mədrəsiyə, şamı da orada yedim, birazdan sonra rəxtxablar, o zaman təxtxab yox idi, rəxtxab idi, bizim evdəki rəxtxab idi. Döşəkləri saldılar, yorganın döşəndi ki, gəl yat, gecə oldu. Dedim, siz yatın, mən çırağın, 2 dənə lampa vardı, onlar birini geçdilər, mən də biraz azaltdım, dedim, mən istəyirəm, qurtaram bunu, gələm yatam. Oxuyam. Anam yatdı, qardaşım yatdı, bacım da o zaman bilməm, ərə getmişdi, o da yatdı filan, dədəm də ayrı otaqda, müsəlman idi da, mərdi saları idi. Bir dənə otaq, böyük otaq. Onunki idi, bir daha bala otaq bizim hamımızın. Çırağın altında bu Quranı idamə verdim, ayələri gedirəm qabağa. Oxuduqca görürəm ki, bu əslində nə ağlıyla cür gəlir bəzi ayələr, nə elmlə cür gəlir bəzi ayələr, nə məntiqlə cür gəlir, nə cümlələr düzəməllidir. Birdən tərcümə edən adam bir dənə ayə, əgər kiçikdir, arasında parantez açıb ki, desin Allahın mənzuru nə mənədir. Bu necə Allahdır, bu necə Tanrıdır, bu necə universi yaradıb ki, söz danışmağın başarmır. Və mütərcim gələn buna tozuqdur. Getdim bala ki, böyük ayələrə gördüm, 10 dənə parantez açıbla böyük ayələrdə, hey desinlər ki, bu mənzuru budur, mənzuru budur, mənzuru budur. Sonralar ki, təhqiq elədim, gördüm, Məhəmməd özü deyib, baba, bunu mən sadə yolladım ərəb dilində, hesavad mənim savadım yoxdur ki, hesavadlar qansın. 39 dənə hududan yadımda olsa, iştiba eləməsəm, şayət də çox, 42 dənə ayə var Quranda ki, Quranı sadə yolladım ki, amma qansın. Vəli bizlərə mallalar demişlər ki, Qurana irad tutmayın. Quranın 7 bətni var. Yəni 7 dənə soğan kimin bir-birinin içindən mənaları var. Hamısı yalanıdır, toğulurdular. Çünki cavab verənmirdilər. Xülasə, bizi atam gələrdi saat gecə qaranlıqda, əzan vaxtı, sübh əzanının vaxtı oyaldardı namaza. Deyərdi, durun namaz vaxtıdır, hamı gələk duraydı. Əgər biri bizə gec tərəfəsəri təpi ilə oyaldardı. Gəldin, namaza oyasın. Gördü mən çırağın işığında oturmuşam, bəqiyyə də yatıblar. Dedi, durun namaz vaxtıdır. Gəldi mənim başım üstə ki, oğlum,
yatmamısan? Dedim, yox ata. Ağa da deyərdi Püləsin. Dedim, ağa yatmamışam. Dedi, mədrəsəyə gedəcəksən. Dedim, namazdan sonra yataram. Dedi, mənə de görüm nə qandın? Öz dədəsi mallı idi, məktəbdar idi. Yəni, xalqın uşaqlarına yazıb pozma öyrədərdi. Mədrəsədə. Özünün müdiri mədrəsə idi də, Bəli, indi bəli. zamanın kimi. Bəli, mənim əmim də onun məktəbində dərs oxumuşdu və basavadıdır. Bəli, mənim dədəm çox şuluqdur, bəzi uşaqlar məktəbdən qaçar. Bu, hey, bir gün gəlsəydi, 6 gün qaçardı. Dərnəsə düzəməlli savadı yoxdur. O qədər vardı ki, biznesin idarə eləsin. Mənə dedi ki, de görüm, bəli, özü gəyə oxuyaydı da, müsəlman gəyə Quranı oxuya bilə, nədir? Bəli. Dedi ki, de görüm nə qandın? Dedim ki, ağa, bu Quranı Məhəmməd yazıb, bu Allahın kəlamı deyil. Elə mən söz ağzımdan qurtulmamışdı, mənə bir silli vurdu. Mən fırlandım, düşdüm yerə. Top kimin yerə düşmağımın qorxumdan elə qaçdım dəhlizə ki, tazadan vurmasın, çünki məndən də heykəlli idi və əli də ağır idi. Mümkündür, burayı da öldürəyəsən. Çox müsəlman Çox təəssüflə Cavid bəy, bax elə bu məqamda mən bir şey, çox təəssüflə bizim valideynlərimiz, bizim böyüklərimiz elə o izah eləməyi döyməklə, kötəklə necə istəyirlər həyata keçirsinlər. O da cəmiyyəti inkişafdan qoyur, insanları şüurlu bir sözün deməyin qarşısını alır, uşaqları küt böyüdür, uşaqları qorxu altında böyüdür. Ona görə də bax bizim haqlarımızı biz heç zaman ala bilmirik. Çünki qorxu hissi elə uşaqlıqdan bizə təqdim olunur. Onun üçün biz gələcək zamanlarda o qorxu bizi həmişə həyatımız boyu davam edir. Bizlə bərabər gedir ki, birdən bunu mən desəm mənə bir kötəklərlər. Çünki atadan ən yaxın adamdan, yəni səni dünyaya gətirən insandan bu kötək gəlirsə, sənə izah eləməyə əvəzinə, səni başa salmağa əvəzinə, sənə tozih versin, siz demişəm, Güney Azərbaycanlılar demək, tozih versin, izah eləsin ki, və sən bu yox, elə deyil, belədir. Biz kötəklə, onun üçün də biz mübarizələrimizdə çox zaman müəssər olmuruq. Bəli. Dəqiqən budur. Mütəməddin məmləkətlərdə uşaqlara amuziş verərlər, yəni öyrədərlər ki, balam, bu pis işdir, o yaxşı işdir, bu sözü danışma, o sözü danış. Bəli. Məhəbbətlə uşaq bilər ki, nə etməlidir? Məhəbbətlə tərbiyə olunur, bəli. Müsəlmanlar uşaqlarını, nə tənə mənim dədəm, bəlkə tamam müsəlmanlar uşaqlarını, məxsusən Təbrizdə, məxsusən Azərbaycanda, ona görə deyəm, İslam vurmuş, yəni elə bir dənə bağı ki, afət vurar da onun alması qutdular, yarpağı bülgülər, ağaçlar solar, güllər tərabət olmaz. İslam vurmuş məmləkətlər bu cürdür. Əvvəl döyənlər uşağı ki, niyə bu işi gördün? Qulağında qalsın, bir də eləmə. Bir də eləmə, doğrudur. Yəni, örgətmək əvəzinə bu cür örgədərlər ki, qulağında qalsın. Çox təəssüf doğrudur. Heç olmasa bəlkə indən sonra bu dünya ki, belə inkişaf edir, hər yerdə görürlər ki, məsələn, bəzən mənə deyirlər ki, bu Avropada bu mədrəsələr, məktəblər düzgün deyil, tərbiyə düzgün deyil. Deyirəm, tamam da düzgün deyilsə, onda bu onların qurduqları və davam edikləri ölkə, dövlət, o da bizimki. Bizim dövlətlərimiz ancaq bir-birindən savaş istəyir, bunlar bir-birindən sülh istəyir. Yəni, ölkələrin iqtisadisini gəlişdirirlər, ekonomisini gəlişdirirlər. Bizimkilər isə hələ də bilmirik nə haqda. 3 nəfər bir yerə gələndə, 5 nəfər bir yerə gələndə ancaq dava edirik, savaşırıq. Bunlar isə ağıllı şəkildə qoyurlar, izah edirlər. Niyə? Çünki əsası ailədən gəlir, sonra gedir uşaq bağçasına gedirlər, sonra məktəbə gedirlər, sonra universitetə heç yerdə şiddət görmürlər. Nə dövlətdən şiddət görürlər, nə ailədən şiddət görürlər, nə müəssisələrdə şiddət görürlər. Şiddət olmadığı üçün də ona görə normal bir cəmiyyət olur. Bizdə isə hər yerdə şiddət. Polis adamı tutanda Allah göstərməsin, onun başına nə oyunlar açar. Nə iner onu? Mən dünənlər bizim bir verilişimiz vardı, bilmirəm ona
baxdınız, baxmadınız. Orada bir dustaqlıqda olmuş bir dostumuz danışır. Deyir ki, o polis mənim bədənimdə siqareti çəkirdi, bədənində söndürürdü. Bu insandır bu yani. İnsanı sən götür bədənində belə söndür. Bu dostumuz da çox belə şeyi danışırdı o xatirələrini ki, özü də bu yazığı 19 il həbsdə olubdu. Həbs ediblər. Heç nədən. Nə deyilən sözə görə, cinayətkar deyil, bir şey deyil, heç bir cinayəti yoxdur. Azad sözə görə, azad fikrə görə bu adamı 4 dəfə, 5 dəfə həbs ediblər. Hələ o az yatdıqlarını demirdi. Az bir 10 sutka yatıb, 15 gün yatıb, belə onları demirdi. Yəni 4 dəfəyə 19 il bu adama həbs veriblər. Yəni belədir bizim cəmiyyətlərimiz. Ona görə indi mən sizə bir şeylərdən sual verəcəm. Bizim yani Güney Azerbaycan insanlarımızda ki içeridəkiler yok. Eşiyə çıxanlar bu dine karşı çok agresivdiler. O da sizin kimi insanların xatirəsində qaldığı üçün məncə o agresivliyi var. Bir də ki indiki İran İslam rejiminin insanlara təzyiqi, təsiri və onların eybəcərlikləri olduğu üçün dinə qarşıdırlar. Yani o şiəçiliyə, İslama qarşıdırlar. Yani orada hakimiyyətin insanlara vurduğu zərbədən, məsələn, bizim çox zaman bu söhbətlərimiz olur. Görürsən deyir, bakirə qızları özləri içəridə zorlayıb sonra edam edirlər. Niyə? Adın qoyurlar ki, bəs bakirə olsa edam oluna bilməz. Gərək mütləq bakirəli əlindən alınsın ki, ondan sonra edam olunsun. Bizim yazarlarımız da var, bu haqda yazanlarımız da sonra evin zindanından çıxanlar, başqa zindandan çıxan insanlarımız da var, bu haqda danışırlar. İndi bu təəssüflə belədir, amma yəni bakın indi acı bir şey də deyim. Xoy şəhəri orada bir zəlzələ oldu. Bilmirəm duydunuz yoxsa yox. Siz biraz uzaqdasınız. Xoyda. 200 minli əhali çöldə qaldı insanlar. O Fars Molla rejimi o insanlara yardım göstermedi. Ne de icazə vermedi ki Türkiye ve başka devletler gelsinler yardım eləsinlər o insanlara. Dedi yok, biz özümüz yardım edəcəyik. Adım da sonra qoydu ki, bəs büdcəmiz bitibdir. Zəlzələ üçün ayrılan büdcə bitibdir, mədrəsələrə ayırmışıq. Dini mədrəsələrə ayırıblar, büdcə bitibdir. Belə yəni bu qədər insanlara ucuz baxılır bizim cəmiyyətlərdə. Onun da səbəbi siz deyən kimi o uşaqlıqdan insanlara təzyiq, uşaqlara təzyiq, döymə, kötəkləmə bunlar əli gələn şeylərdir. Buyurun. Eğer bir budca bitmişti ve Suriye'ye ne tür kamyonlar gelir? O Suriye'de Türk değiller. Da ona göre bunun təzyiqi öz millətini asimil eləməkdir. Ben de ondan soruşuram. Bu Farslar deyirlər biz, siz çünkü həm də tarix araşdırırsınız. Farslar deyirlər biz Ariyayıyıq. Ariya nədir? Ümumiyyətlə Farslar doğrudan Ariyayıdırlar yoxsa? Onu da bir sizdən soruşum. Evet var, onu diyeceğim. Bundan qabaq bu İslam aracı diyeyim. Bəli. Olar ki İslamı təriflirlər, yaxçılıqların deyirlər, yaxçı ayələri götürürlər, deyirlər, pislərin üstünü örtürlər. Onlara gəlir siz deyəsiniz, ağacı meyvəsindən tanıyırlar. Bəli. Halıların, ağaçları, camiələrin ağaca təşbih eləsək, bunların içindən danışməndilər çıxır. Vəli İslamın içindən Daesh çıxır, Taliban çıxır, Sələfi çıxır, Boko Haram çıxır, Əş-Şəbab çıxır, İxvan-ı Müslümin çıxır, Fədayan İslam çıxır, Cəmaət-ül İslamiyyə çıxır və səhərəcən sayısı qurtulmaz. Sepah çıxır. Can? Sepah çıxır, sepah. Sepah çıxır. Əlbəttə Sepahın mövridində mən feylən izah nəzər edəmirəm, çünki 2 dənə cəmbəsi var. İkisini də gərək deyək. Sepah-ı Qudsudur ki, terroristdirlər. Bəqiyə Sepah terrorist deyil. Mənim əqidəməm. Çünki mən özüm nizamidir və hətta çoxları xidmət edir öz torpaqlarına. Vəli Sepah-ı Quds bundan ötürü düzəlib ki, terrorizmi dünyaya sadir edəsin. Hala bunu keçək öz Azərbaycanımıza və öz millətimizə və öz hoviyyətimizə. Bu 30-40 ildir ki, mən Avustraliyada idim və azad məmləkətdə azadlıqla əl tapırdım videolara, söhbətlərə. Azərbaycanlılar dünyada yığışırdılar, dərnəkləri var idi. Televizyonlarda söhbət edirlər, məqalə yazırlar filan edirlər ki, mən özümdə olan biriyəm. Həttəmən yadıma salın bir gün
bir şeir demişəm Azərbaycana. Elə müxtəsər tarixi onun içində vardı. Bəli. Onu sizə oxuyum və sizin eşidənlərinizə. Bizim əvvəl, yəni bunu xitab edirəm tamam elithay Azərbaycana. Elit İngilis Bəli, kəlmədir. elit elə biz də elit deyirik, bəli. Aha, elitlərə ki, istəyirlər cavanlarımıza, gənclərimizə bir zatlar öyrətsinlər. Hər zadı qoysunlar kənara, hətta mübarizəni qoysunlar kənara. Hoviyyətin öyrətsinlər biləsinlər. Onu özü ilə tanış eləsinlər. Azərbaycanı, yəni nə mən? Bəli, bəli. O ki, söhbət elədiniz, biz təqribən Hoviyyəti, yəni dəri kimliyini öyrətsin, yəni o şəxsin kimliyini kimliyini. öyrətsinlər. Bilsin kimdir. Bəli. Bunlar qələt tarix oxuyublar, qələt amuzişlər görüblər və hüviyyətləri ilə aşina deyildir. Kimlikləri ilə aşina deyildir. Bəli. Hətta savadlılarımız, hətta tarixdanlarımızın bəziləri, onlar ki, təhqiq eləməyiblər, fəqət elə kitablar ki, danışqalarda tədris olurlar, oxuyublar, deyiblər, belə tarix odur. Hududu 10 min il bundan qabaqdan Azərbaycanın vücudu var idi, adamlar orada yaşardılar, hətta 100 min il bundan qabaq. Azərbaycanda, bugün İran adlanan yerdə. Nə? Güney ilə Kuzey Azərbaycan. Tamam, Azərbaycan dediyimiz yerdə, bəli. Azərbaycan Azərbaycan adı vardı. Yəni Azərbaycan adı coğrafi adı olaraq vardı. Yox idi, yox. Azərbaycan yox idi. Yox. Azərbaycan coğrafi ad olaraq, yəni toprağı var idi. Toprağı var, coğrafi var, coğrafiyası. Coğrafiyası var idi. Bəli. Yəni 8502 bir il qabaq, indi bayram gələndə olacaq 8502 il. Bəli. Qabaq bir dənə Mərağa şəhrində Zərtüşt adında Azərbaycanlı var idi. Bəli. Əlbəttə deyirəm, o zaman Azərbaycan adı yox idi ha. Bu adam çox düşünən adamıdır və dünyaya böyük peyam gətirib, böyük mesaj gətirib. Və o da budur ki, yaxçı fikr elə, yaxçı danış, yaxçı əməl elə. Çox böyük sözdür bu. Yəni, tamamı dünyahlı yaxçı fikr eləyə, yaxçı danışa, yaxçı da əməl eləyə, dünya olar həmin beşlik. Doğru düşün, doğru danış, doğru əməl elə. Dəqiqə. Bəli. Bəs bizim tariximiz həddəqəl gedir 8500 il bundan qabağa. 7000 il bundan qabaq Sumerlilər ki, təməddünü dünya onlar yaradıblar bir quşədə Hindistanda yaradıblar, Amerikada yaranıbdır. Bunları mən deyirəm, geçirəm fehrisinə, əgər hansın istəsiz sözü verin. Sumerlilər çərxi yaradıb. Yəni, çərx, bilirsiniz, sənətin logosudur. Bəli, bəli. Texnikanın əsası təkər olub da, təkər. Əsası təkərdir. Təkər. Həmin Azərbaycanlılar Əraqda yaradıblar ki, Sumeridir, Kəldə tərəf. Bunlar zamanı o zaman bölüb 7000 il, 6000 il bundan qabaq. 7000 il bundan qabaq gediblər ora, yəni 6000 il bundan qabaq əsnad var ki, gəliblər, zamanı bölüblər. Gecə-gündüzü bölüblər. Hətta dəqiqiyəcən. Saatı bölüblər 60 yerə. Çox böyük işte. İndi bizə adlı bir şey gəlir. Saniyə də bilirik, nə biləm, 1000 saniyə də bilirik. Vəli o zaman çox böyük işdir. Bunlar kitab yazıblar 6000 il bundan qabaq. Adı kitablarının Gilgamişdir. O zaman nə kağız vardı, nə papyrus giyahı vardı ki, Misirdə ondan istifadə edərdilər, yazardılar, nəqqaşlar edərdilər. Hieroglif xətləri vardı filan. Bunların xətti vardı və
Nə mənə də yazırdılar. Qızıl torpaq biz deyirik Təbrizdə. Qırmızı torpaqda ki, çox möhkəm bir şeydir. Bunu səfər surətində loh deyərlər. Loh surətində düzəldərdilər. Bir dənə çöplə ya dəmirlə, mıxla məsələn yazardılar onun üstündə. Bu olardı bir səhifə kitab. Müntəha bu kitab yağış dərsəydi, palçıldı, açılardı. Bunu qoyardılar kürədə, pişərdi. Pişirirdilər, bəli. Pişirərdilər də o oldu əbədüdə. İndi 12.000 dənə o gilgəmiş kitabın lohları Amerikanın muzelərində, İngilisin muzelərində, Fransanın muzelərində və ehtimalən Əraqda da var. Demək, bunun əsası Azərbaycanda qoyulub. Amma istəyirəm bunu deyəm. Sumerlilərin rişəsi Azərbaycanda idi. İndi mən dedim sizə, bir dənə dostum var, Sumerlidir, Ərağın Sumerlilərindəndir. Mənlə dostdur. Vaxtı danışırıq, elə bir sizinlə danışırıq. İki dənə Azərbaycanlı danışır. Bu nişan verir ki, bunlar Azərbaycandan gedib və tarix düz deyir bu muriddə. 7.000 il bundan qabaq. Xoş. İndi yetişirik. O zaman Azərbaycanın adı nə idi? Azərbaycanın hər qismətinin bir adı var idi. Bir iddə yaşardılar orada. Hər şəhridə ya hər bir məntəqədə də bir şah var idi. Bunlar hamısı təqribən 3000 il bundan qabaqdan zir sultaya Aşurlarıdırlar. Aşurlar müsəllət olmuşlar Azərbaycanlılara, müsəllət olmuşlar İranlılara, müsəllət olmuşlar Farslara. Farslar bir müstəqil məmləkət idi Fars. Hindistanla İranın arasında müstəqil məmləkət idi. Kiçik idi, bəli, çox böyük millət idi. Bəran ki, Xəlicin də adı, onların adı neydi? Xəlic Fars deyərdilər. Bəli. Aryalar İranda yaşardılar. Onun için deyirəm, İranda nə bizim İranda? Bir də iştibah eləməsinlər. Ukrayna tərəfində Ukrayna tərəfində bir məntəqə vardı, adı İranıdır. 4700 il bundan qabaq. Bunlar yaxbəndən olur, yəni buz bağılır, nə bir gün, nə bir ay, nə 2 ay. Bunlar çöçürlər oradan, gedirlər isti yerlərə ki, Hindistanıdır biri. Gedirlər Hindistana, ha bax, 4700 il bundan qabaq. Oradan bir iddəsi gedir Urpiyə. Nə zaman gedir, nə bilafasılə, mümkündür neçə il, 1000 ildən sonra. Gedirlər, Hitler ona görə gəldim, biz Aryayıyıq. Riza Şah da İranda deyildi, biz də Aryayıyıq. Oradan qalıbdır bu farsların içində Aryayı. Elə onu mən soruşmaq istəyirəm, bu farslar Aryayıdırlar yoxsa yox? Yəni bu farslar həmin o farslardır, o İran deyilən, Ukraynada olan İrandan gələn farslardır yoxsa yox? Pillə-pillə. Bəli. Pillə-pillə. Ələn deyərəm, yetişər o pilləyə. 3000 il bundan qabaq bir iddə Aryayı qəbaili, qəbilələri gəlirlər Hindistan, o zaman Pakistandakı Hindistanıdır. Pakistanın mərzindən indi bu tərəfə gəlirlər Farsa varid olurlar. Farsın Bumi əhli, Bumiyə nə deyirsiniz? Bumi bilmirəm mən. Bumi yəni onlar ki, minlər idi orada yaşayırdılar. Aryaylar yerli adamlar. Yerli əhali, yerli əhali. Yerli əhali, ha? Bəli. Bunları öldürəni öldürürlər, qaçırdanı qaçırdırlar. Necə ki, Amerikanlar o şeyləri, Hinduları öldürdülər onun kimi. Dəqiqən. Onlar da Hindu da, ha? Onlar Qızıldərili türklərdir. Qızıldərililərdir onlar. Qızıldərili. Bunların qaçan qaçır, ölən ölür, bir iddəsində gətirirlər, özlərindən nökər külfət edirlər.
və bu milləti Farsın bekulli həm fərhəngi aradan gedir, həm dili aradan gedir, həm yeri aradan gedir. Ariyaylar otururlar orada. Yəni bir məmləkətə sahib olurlar, bala məmləkətə. Demək, farsların ariyaylara aidiyyatı yoxdur. Əslən Farsla ariyayların Doğru. aidiyyatı yoxdur. Qolu siz. Biz deyirik rabitəsi yoxdur. Rabitəsi yox, əlaqəsi yoxdur, rabitəsi yoxdur. Əlaqəsi yoxdur. Bunu bizim tarixçilərimiz əgər bilsə, gərək cəmaata desin. Bilməsə indi eşidir, getsin təhqiq eləsin. Bəli. Bu çox mühümdür. Heç vaxt Farslara toğun eləmir. Farslar bir şərif millət idilər, öz zindiganlığını edirdilər, özgəyə də təcavüz eləmirdilər. Ariyaylar idi ki, İrandan, Ukran tərəflərindən gəldilər Hində, Hindidən də İrana gələn ariyaylar 3000 idi cəmən gəlibdir. Bəli, illər geçti, 10 illər geçti, 100 illər geçti. Onlar orada üçün məntəqənin adı Farsıdır. Özlərini Fars bildilər. Və sonralar da ki dava elərdilər Yunanına, Yunanlıları bunlara deyərdi Persian, yəni Farslar. İndi Persien deyilən kimi da, yəni Persien o Persien deyir da. Dəqiqən. Bunu burada pillərini də qurtarıram, geçirəm 3-cü pilliyə, əgər tedadını iştifa eləməsəm. Bu ariyaylar qəvi bir, həm Bahuş da Urfalı idilər də, həm qəvi heykəl idilər. Bəlkə yəni hündür boylu. Boylu boylu cüssəli. Serbiyalılar kimi məsələn. Bəli, bəli. Ərz bozur, bunlar gəlirlər, düşürlər bu fikrə ki, biz neyniyək ki, bu imparatorluğu alaq əlimizə. Aşurların əlinin altındaydı Azərbaycan və İlan və Fars. Yəni ariyaylar da Aşurlar əlinin altındaydı. Azərbaycandan bir nəfər qalxır, Diyuk adında ki, Diyako da deyərlər tarixdə. Bu Diyuk murdi ehtiram şahların biriydi və qazi idi der eynaha. Hakim idi. Hər kəsin ixtilafı olsaydı o biz şahların bunu çağırardılar, o nə desəydi qulaq asardılar sözünü. Məhbubudur. Bu gəlir yığışır ki, ağa biz becayın ki burada şah, orada şah, orada şah, burada şah, hamımız bir olaq. Bu aşurları qoymuyor gəlsin bizdən bac alsınlar. Və müstəqil məmləkət olaq. Bu işi başlayır, hamı yığışır, əl qoyurlar bir-birlərinin əllərinin üstünə və aşurlarla başlayırlar, gələni qırırlar, salırlar eşiyə filan, aşur ləşkər yollur, tazadan sərkub edir, yatırdır qovğanı, Diyuku da yollur, təbid edir, sürgün eləyib, hə. Sürgün edir Suriye. Suriye o zaman Aşurların elinden altındaydı. Ve tamam o taraflar. Hatta İsrail o falan. Vaxtı bu gedir, bunun oğlu Fərəvərtiş adında adları mümkündür tarix əvəz olsun ha. Bəli, bəli. Bilirsiniz bir dənə ada min cür tarixdə hər millət özü yazar. Hala biz Fərəvərtiş deyirik bulasına. Mən indi Cavit bəy, üzr istəyirəm bu məqamda. Mən tarixçi deyiləm. Ona görə sizin bu danışıqları, söhbətlərinizlə bağlı bizim əgər tarixçilərimiz istəsələr, yəni dialoq da təşkil edə bilərik. Birgə bu məsələləri danışa da bilərsiniz. Sizin araşdırmalarınızdır bu. Siz həm tarix yazısınız, həm din üzrə araşdırmasısınız. Həm dinçilərimiz, yəni mütərəqqi fikirli dinçilərimiz, həm də ki tarixçilərimiz istəsələr dialoq təşkil edə bilərik. Birlikdə danışa bilərik bu məsələləri. Mübahisə edə bilərik, tartışa bilərik ki, bu belədir. Gərək edir. Məsələn, siz dinçilərinizin böyükləri, nə tələbə-mələbə, öğrenci yox, böyük başları, məsələn, Şiədir, Ayətullahın, Sünnidir, müftisini. Danışın, deyin, gəl
öz dilindən. Həm o, həm də tarixçilərimiz də ola bilərlər. Məsələn, kim marağı olsa, təbii ki, bizim bu yayımdan sonra, biz bu proqramı verəndən sonra kim istəsə, istəsələr dinçilər gəlib sizlə danışa bilər. Mən təşkil edə bilərəm bu məsələni, bu mübahisələri. Çünki bütün məsələlər danışıq yolundan həll olunur. Mübahisə ilə yox, baş kəsməklə yox, öldürməklə yox. Mən sizin dediyiniz fikirlərin hamısından sizin nöqteyi nəzərinizdən razıyam. Yəni siz danışırsınız bunu, amma başqa bir adam da gələ ki, iki nəfər qarşı-qarşıya durasınız, bunları söhbət eləyəsiniz, o da cəmaat özü nə alacaq, ondan alacaq. Nəticəni oradan alacaq ki, bu iki danışan insanların fərqi yox, həm din məsələsindən bağlı, həm tarix məsələsindən bağlı. Məsələn, farsların tarixi ilə bağlı siz bunları deyirsiniz. Əgər bizim alimlərimiz də var, fars dili alimlərimiz var, tarixçilərimiz var, gəlsinlər onlar da məsələn bu məsələni mübahisə edə bilər. Bu ki, siyasət deyil, bu tarixdir, o da dindir. Siyasətdən çox qorxarlar. Siyasətdən də hər kim gəlsə danışsın. Mən siyasətdə böyümüşəm, dedim ki, siyasi məsələlərdə gələndə o cəhətdən də kimlərsiz onunla danışa bilərik. Hər kim qorxmur gəlsin danışsın. Çünki mən yenə deyirəm, biz bütün məsələləri dialoq yoluna həll edə bilərik. Dialoq olmadan, danışıq olmadan, bir-birinə söhbətləşmə olmadan, bir-birini tanımadan, yəni tanımadan şəxsi tanımaq lazımdır, elmini tanımadan, düşüncəsini tanımadan məsələlər həll olunmur. Gərək danışaq. O adamlar ki, məntiqləri yoxdur, savadları yoxdur, elə əvvəl danışanda qalxırlar yamana. Bəli. Ya əllərindən gəlsə öldürərlər. İndi görürsünüz, DAEŞ danışmır ki. Danışsa, biz də fikrin işə salsa, adamdır da. Qane olar, görər, iştibah yol gedir. Təbdil olub, bu məktəb bunu edib, adam öldürən Taliban da ona tay. Mən məsələn bir çox dincilərə rast gəlmişəm, özlərə dinci deyirlər. Bir söhbət eləmək istəyəndə ki, bəs bunu danışaq, deyir qardaş, sən cahilsən, mən sənlə danışmaq istəmirəm. Deyirəm qardaş, mən cahiləmsə, mənə izah elə də, məni aqilləşdir də, yəni gətir. O özü cahildir, adın qoyur sənə. Məhəmməd, indi deyirlər, İslamdan qabaq cahiliyyətidir. Mən sabit eləyirəm ki, İslamdan qabaq Məkkə kimin şəhər dünyanın heç nöqtəsində yoxudur. Və Məkkəlilər, Qureyşlər kimin demokrat adam dünyanın heç nöqtəsində yoxudur, hətta Yunanda. Bunları mən sabit edeyim, o da sözün sabit eləsin. Eləyənməyəcək ki, başlayacaq mənə yaman deməyə. Doğrudur. Əli çatsa öldürəcək. Mən ölümdən qorxmuram. Amma əli çatmayacaq, siz biraz uzaqdasınız. Sidnəyə əli çatmaz. Dünyanın hər nöqtəsində DAEŞlər var. Sidneydə mən Talibanla danışdım. Bir dənə mən əqd elərdim, dəftəri əqd izdivacım var idi. Bir dənə ərüstamadı mən əqd edirdim. Gördüm bir dənə Taliban arvadlarından, bir dənə də kişi onun əridir, səqqallı filan. Bunlar da bu toydadılar. Çox təəccüb elədim. Mən kağız parçalarını yazırdım imzalasınlar falan eləsinlər. Gördüm bu gəlib oturub mənim mizimin yanında, baxır mənə. Mən işimi qurtardım, dedim, arkadaş, İngilizcə əlbəttə. Dedim, arkadaş, sən çox baxsan mənə, haralısan? Dedi, mən elə sizin yaxınlığınızdanım. Dedim, əraqlısan? Dedi, yox. Dedim, oralısan, yox, oralısan, yox. Ağlıma gəlmədi deyəm, əfqanlısan. Əfqanlısan. Hər yanı dedim, əfqanlından sonra. Axırda deyim, mən ki, bilmirəm da bizim dövrəbərimizdə Pakistandır, ne biləm, Ərəbistandır, odur, budur, mən dedim. Dedim, mən əfqanlıyam. Dedim, sən burada nə deyirsən? O zaman ki, Amerika ilə Taliban davanı taza başlamışdılar. Dedim, mən harda olum? Dedim, sən indi ki, eşidirsən, Talibanla dava edəyəsən. Amerika'ya karşı. Ne? Taliban'a karşı. Bu Taliban değildi. Bu Taliban'dı özü. Aha. Ben bilmirdim. Ben dedim, Məmuli Əfqanlıdır da. Taliban gəlib indi bu cinayətləri edir. Ged onlarla savaş. Dedim, mən özüm Talibanım. Dedim, Talibanı necə qoydular Suriyaya?
Dedi bizim yeri Amerikalılar aldı. Oradakı mən savaşırdım. Oradan biz qaçdıq. Nem hara hardan hara hardan hara geldik İsrailiyədə bizi qəbul elədilər. Yəni bunlar hər yanda var. Sidneydə də var. Doğrudur, doğrudur. Mən qorxmaram. Doğru. İndi biz ikimiz danışa biri girsin məni taq vursun. Mən heç qorxmaram. Bəlkə öləcəyəm də bir gün. Hə. Yəni qoy ölməmişdən qabaq cavanlarımızı ayırdıq. Adam bu dünyaya gəldiyinə özü qərar vermədiyi kimi o dünyaya getməyə də öz qərar verə bilmir. Bəlkə mən elə bir işlər uşaqlığımda 12 yaşından elə bir işlər görməmişəm ki, deyəm eyvə. O dünya, o da məsələn Allah məni nə edəcək yapır. Allahın heç bir cür qarşısı yoxdur o heç. Bəli, heç zətdən nigaran deyiləm. Bunu deyim. Bəli, vaxtımız var. Mən bunu Bəli, vaxtımız var. Bir sualı da mən verim. Mən sizlə hələ çox verilişlər təşkil edəcək, proqramlar təşkil edəcək. Bir sual da mən verim, əgər siz fikrinizi bitirdinizsə. Mən bunu icazə verin. Buyurun. Qurtarım bu qisməti. Buyurun. Kəsib qalsın soruya. Bəli. 2700 il bundan qabaq bəs Azərbaycanlılar idi ki, aşoruları münqəriz elədilər, aradan apardılar. İndiyəcən də dövlət təşkil verəməyiblər. Neynəva paytaxtları idi Araqda. Oldu İmparatoriye Mad. Yəni bizim Azərbaycanımızın Mad imperatorluğu da. Madıdır. Bəli. Və çün nə cür İmparatoriye Mad oldu? Kuruş. İmparatoriye Madlar dedim Diyuk'tan başlanıp Pervertiş'e yetişip ondan sonra yetişip Astyak ya Ajetak'a ki Faslar ya Ariyaylar onun adını koyupla Faslar yok Ariyaylar üzüse. Ariyaylar onun adını koyupla Zehhak-ı Marduş yani Zehhak edildi adın ve 2 tane ilan çiğinlerinden kalkardı. Günde 2 nefer cavanın beynin gəhiyiydi. Bunlar hamısı yalandılar. Ajedhak Kuruş'un atasıdır ve dediğim kimin Ariyaylar ki Farsıdaydı. Ve bir tane de imparatori ilan vardı ki düşmüş de bizlerin eline ve imparatori maddanıdılar. Onlar ikisi el bir olsaydı tazadan bizi süpütlerdiler ve böyle Təbrizliler. Ajedhak oğlu Kuruşu Kəbiri eşitmişsiniz da? Bəli. Azərbaycanlıların çoxuna yaman deyirlər. Ona tohin elərlər. Bilmirlər ki, o Farslar o Kuruşu özlərininki bilirlər də ona görə. Tarixi cəhəl eləyiblər. Ajedhak ki, özü türküdür, Diyuk türküdür, Pərvərdiş türküdür, hamısı bir silsilədə 5 dənə şahdı, 5-i də türküdür, Kuruş da türküdür. Bunlar gəlir Ajedhak oğlunu Kuruşu bir dənə böyük ləşkərlə, əskərlərlə ki, brilyant tarixi bir tərəfdə deyirlər, sərdar verir biləsinə, Parpark adında. Deyir, get Ənşan yerində ki, Farsla İlamın arasındadır, bir dənə şəhər düzət, bu ləşkərlə orada ol, qoyma Ariyaylarla bu İlamlılar qarışsın bizim əleyhimizə. Bunlar qarışsa bizim əleyhimizə qabağında dayananlarıq. Ayrı saxla bunları. Ariyaylar bu tərəfdən Kuruşun dədəsi gəlir, damadını vəliyyət edir. Çünki Kuruş orada qalıydı həmişəlik. Xəbər Kuruşa yetişəndə öz dədəsindən narahat olur. Ariyaylar tarixi elə cürləyiblər ki, Kuruş Ajedhakın nəvəsidir, oğlu dəyildir. Bəd şəcərənamə deyərik biz. Şəcərə düzəldiblər ki, Kuruşu özlərinə vəsf edəsinlər. Deyiblər, Kuruşun dədəsi Ajedhakın qızını alır, Kuruş ondan vücuda gəlir. Dərslər ki, Kuruş özü müstəqimən Ajedhakın oğludur. O şəcərənamədən su-istifadə ediblər, çünki Kuruş çox məhbubudur.
Oturmuşdular. Onlar sorağın işidir ha. Bəli. Əvvəl gəliblər kuruşub qrupla ki, sən niyə oturmusan bu leşker ki səndə var. Bizdəki bir məmləkətin əhli sənə tabi ol. Gəl özün imperator ol MADA. Yəni Azərbaycana Bəli. və onun altındakı məmləkətlərə. Kuruş cavan idi, tovlanıb bunların sözünə. Öz dədəsinin əleyhinə qalxıb və gəlib onu şikəst verib, paytaxtı alıb ki, Hekməthanə idi o zaman adı, indi Həmədan deyirlər. Alıb və olub imperator. Bu ariyaylar ki, bu kuruşa bu xidmət eləmişdilər, buna köməkli eləmişdilər, dədəsinə piruz olub, bir dənə adam, onların sərdarlarına adı Viştaspıdır. Bu Viştaspı gətirib qoyur Part məmləkətinin satrabı, o zaman satrab yəni hakimi. Bəli. O Viştaspın bir dənə oğlu var idi, Darius adında. Mərufdur tarixdə. Bəli. Kuruş gəlir, gedir Babili də alır, gəlir Sakalarla cəngə. Bunlar Rusiyanın qəbilələrindən idilər. Çoxları bunları Türk bilir, bəli Türk dərdi. Səka idilər. Bir müddət Azərbaycanda hökumət ediblər, az müddət. Bəli Azərbaycanlılar onları salıb eşiyə. Səkaların bir tayfası vardı, majazet, masajetlər. İndi də Saxa deyilə bir yer var Rusiyada. Saxa deyirlər. Dəqiqən hamandır. Bəli. Kuruş gəlir bu səkaların, bu masajet tayfalarından ki, davədə piruz olur. Bu heynidə Kuruşa xəbər gətirirlər. Nə oturmusan Farsıda, ariyaylar sənin əleyhivə toğtə elirlər, istəyirlər imperatoriya MADA alsın əllərinə. Kuruş Viştaspı çağırır, Darius'un dədəsin. Ad verirlər ki, Darius'dur bunların rəhbəri. Deyir, oğlun mənim əleyhimə toğtə elir. Dədə görür ki, toğtədən hətmən dədənin də xəbəri var idi. Görür ki, Kuruş bu toğtəni ki, indi bilib, bunları qətliam eləyəcək. Ya həddəqəl yığıb Farsıdan salacaq cinə Hindistana gedin, cinə öz İranıza. Bunu, bayin ki, piruz olmuşdur Kuruş. Kuruşa dalıdan xəncər vururlar, öldürürlər, deyirlər masajetlərin mələkəsi Tomruz oğlu cəngidəki ölmüşdü, tazadan adam yığıb həmlə elədi, Kuruşu o öldürdü. Hamısı yalandır. Kuruşun oğlu Kambodjiya adında, Kambiz deyərik biz. Kuruş Babili fəth edəndən sonra oğlun qoymuşdu orada Şah. Şahı Babili. Heç xəbəri yox idi burada nə geçir. Bunlar ki qeydir İrana, ki o zaman İran dərdi, imperatoriya MADA'dır. Qeydir, Kambodjiya fौरən xəbəri eşitmamən bir Babil ləşəri ilə gəlir, Hekməthanədə oturur Kuruşun yerində. Biraz məmləkəti sərsaman verir, ariyaylar da sakit oturublar, heç zat dinmirlər. Gedir, neçə il, 3 il ya 4 ildən sonra gedir, həmlə edir, Misra alsın. Çünki dədəsi Kuruşdur, istəyirdi bu Misra alsın. Bəli, öldürəndən sonra gedənmir. Bu fürsətdən bu Viştaspın oğlu Darius gəlir, Kambodjiya gedəndə qərdəşi Bərdiyanı və bir dənə də vəzirləri vardı ki, həm vəziridir, həm rəhbəri dinidir. Adı Geomat Moğ'dur. Zərtuşlular Moğ deyirlər, rəhbər dini. İkisini də öldürür, şair ki, Geomat Bərdiyanı öldürüb, özü oturmuşdu onun yerində, mən bunu öldürdüm. Hamısı yalandır. Tarixə geçibdilər. Herodot, Hedəri tarix deyərlər biləsinə. Tarixin atasıdır. 80 il sonra ki, gəlib bu tarixi yazsın, gözü ilə də görsün məntəqəni falan. Tamam bu nəqilləri, tamam bu şəcərələri, tamam bu daşda yazılanları ünvanı tarix qəbul edir
nəqilləri və keçidi tarixinə. Bu tarixdən də Herodotun tarixindən gedib o birisi tarixlərə. Hər kim ki tarix yazıb ondan Oradan gəlir. yazır. Oradan Yəni gəlir. elə bir Tövrat bir dənə yazıblar. Mən dedim din mühəqqqiqiyəm. Tövrat başdan da yalan. 1 milyondan çox kitablar yazılıb, məzhəbi kitablar, din kitabları ki biri də Qurandır. Hamısı Tövratdan götürüblər. Vaxtı bu 1 milyon Tövrat özü yalandı, 1 milyon kitap da yalandı da. Və əsası yalan olandan sonra sonrakılar da yalan olur da. Yəni bizi tamamı dünya əhlinə yalan tarix təhvil veribdir. Mən burada sözümü qutarım, sizin sualınızdan. Təşəkkür edirəm. Bu İran söz çox uzundur. Bəli, biz danışacağıq hələ, müəyyən proqramlar qoyacağıq sağlı olsun indən sonra. Mən dedim yenə də, burada yenə də xatırladım, kim də istəsə ki, mübahisə eləyək bu məsələlərlə bağlı, məmnuniyyətlə siz də hazırsınız, biz də hazırıq, hamımız hazır. Yəni, hər kəs istəsə, amma bu sahəni bilən insanlar olsun, yəni. Bilən insanlar gəlsin. Bir də cavanlar, məsələn, görürsünüz, 10 kilo savadları var, təhqiq də eləməyiblər, nə qədər də oxuyublar, inanıblar, onlarla mən vaxtımı tələf eləmərəm. Mən başlarına. Yox, bilən insanlar gəlsinlər, mübahisə olsun, yəni. Tarixdir, tarixlə bağlı, yəni hər kəsin istinad elədiyi bir tarix var, kitablar var, bir keçmişi var, araşdırmaları var, gəlsinlər, danışaq, heç bir şey yox. Mən maraqlı olan son olaraq, çünki vaxt çox gedir bu danışıqlara, söhbətlərə, amma çox yorucu olmasın deyə sonuncu bir şey soruşum. İran adı bugünkü İrana nə vaxt verilir? Ariyaylar 2 dəfə bizim imparatorluq ki, bizimki idi, Azərbaycanlılarınındır, Madıdır adı, 2 dəfə alıb əllərinə. Bir dəfə Darius zamanında bir kudeta elədi, hamısını öldürdü, Kuruşun özünün dədəsi öldürmüşdü, oğlanlarını da Darius öldürdü və 250 il hududunda geçti, belə məsələn ya 220 il, bunlar müsəllət oldular Mad imparatorluğuna. Adı da İran dəyildi. 250 ildən sonra İskəndər Məqduni, kim Yunanı tanınır. Biz deyirik Makedoniyalı İskəndər. Aferin. Makedoniyadan ya Masedoniyadan gəlir bu imparatoru Ariyayların əlindən alır ki, Həxamənişi o zaman imparatorluğun adı Həxamənişidir. İran adı yoxdur. İskəndərin yerində oturanlar sərdarlar idiler ki, böldülər, həryə bir qismət yetişdi. İran qisməti yetişdi Sulukus adında bir sərdara və 172 il bunlar hökumət elədilər. Əlbəttə bir miqdar İrandan xaricdə, məsələn, indiki İrandan xaricdə sultanları var idi Suriyə. Amma o 172 il bundan əvvəl də hələ olanın adı İran deyildi. Yine İran'da. Yine İran'da evvel Madı'dı, sonra Hexamenişi'ydi, sonra Suluki'ydi, sonra indiki İran'ın buğma adamları, yerli adamları bir milleti Part adında bir büyük millet idiler ki Darius'un dedesi de Viştas Kurus koymuştu, orası satrap. Hakime satrap diyor. Hakim. Hakim. Bu partiler ki indiki Əfqanlılardılar, Tacikistanlılardılar ve İran'ın Xorasanı adamlarıdılar. Bunlar hamısı baham partidir o zaman. Sonra bölünüp Afganistan'a, elbette Afganistan'da 2 grup var. Biri de Pakistanlı ya Hindistanlıydılar. Peştun değiller. Biri de Dəridirlər. Bunlar Farsi söhbət edirlər. Bu Fars olarıncıdır. Ariyaylar təqəllüblə onun qabağına qoydular. Farsi dəri, dəri də bala 100 ildən, 200 ildən sonra düşdü. Adı qaldı Farsi. Bu Farsi dəri, bu dəridir və partıdır. Bərhal. Bu partılar... Tacikistan da orada daxildə. Tacikistan'dır, Afganistan'ın o dərinişinləridir. Bir də Xorasan.
Bir də Xorasan İran içində özü 4 dənə üstandır. Hə, Bunlar partidirlər. Bunlar gəlirlər, əslən cəngi partizan eşitmişsiniz də, bəli, partizan bağı. bəli. Bu partilərin taktiklərindən ad qalıbdır tarixi nizamıda. İndi deyirlər cəngay partizanı ya Partizan hərəkatı deyirlər, partizan savaşı. partizan hərəkəti bu partilarınkidir ki, Hə, gələrdilər, zərbəni vurardılar, neçə nəfər öldürərdilər, qaçardılar. qaçardılar. Hı, Bunlar partilər bu taktiklə bu Siluküləri, İskəndərin canişinlərin və tədric salırlar eşiyə, axırıncı qurulları 172 ildən sonra da paylanır. bəli. Bəd özləri bir dənə silsilə yaradırlar, be namı Əşkaniyan, Əşkanlılar. Hı, O, bərən ki, o zamana can ya yerdən adalardı imparatori. Məsələn, imparatori İlan, kiçik bir imparatoridir dedim. Ya da onun qurucularından alardılar. Can? Ya da onun qurucularından, məsələn Teymurdan, məsələn Ya da ki, Azərlər. o böyük başlarından, Bəli, qəbilənin rəisindən filan. bəli. Yəni nəticə biz imperator adlarında İran görmürük. Görürük İmparatoriya İlan, Keşvər Fars və İmparatoriya Həxamənişi. Bəli. Ondan sonra Suluki, İmparatoriya Suluki. Ondan sonra İmparatoriya Əşkanlılar. Çünki Əşkan bulan böyük babalarıydı, Əşkanlılar. Hazadan Farsıda yaşayan Ariyaylar ki, mahacir idilər və mahacim idilər və yabancı idilər, bunlar birləşirlər, gəlirlər partilarla və partiların şahı Ərdəvanı 5-ci Ərdəvanıdadır. Çox da yaxşı insanıdır və pəhləvanıdır. Müntaha bunlar ki, dav edirlər, bir kələk vururlar Ariyayların rəhbərləri ki, Ərdəşir adındaydı. Ərdəşir Papakan deyirlər. Bir kələk vurur, buna deyir ki, niyə qoşunumuz qırılsın? Mənlə sənin davamdır. Biz İkimiz savaşaq. hər kəm öldü, o malik olsun o birisi imparatorluğa. Bu adam o qədər cavanmərdidir, məhcubudur və yaxşı insanıdır və də eyni halda pəhləvanıdır. Arı gəlir desin ki, sən məndən qəbilsən, mən də pəhləvanam, sən də ama sən məndən zorlu pəhləvansan, heykəlim mənim bir yarım canıdır. Bunu xəcalət çəkir desin, qəbul edir. Bu da cəngi tənbətəndə bunu öldürür. Hətta deyirlər, tarixdə yazıb ki, qanundan bir ovuç da içir. Bəd tazadan düşür, mad imparatorluqları düşür Ariyayların əlinə. Bu ikinci dəfədə bunların böyük başları Ərdəşir Papakanıdır, bəli Sasan bunların o cəddiləri idi, nəmənələri idi ki, adın qoyda İmparatoriya Sasani, Sasanlılar Sasanlar imperatoru, bəli. Bu Sasanlılar İmparatori vaxtı gəlir vücuda, neçə dənə iş görürlər, millətləri bihoviyyət edər. Sizin özləri yabancı idilər, harici idilər, biganə idilər. Millətləri kimliyindən çıxarsınlar. İndiki sözlər asimil eləsinlər. Asimil eləsinlər. Asimil eləsinlər. Bəli. Gəlirlər, neynirlər? Elə həmin prosesi indi aparırlar yəni. Buyurun. İndi də bir cür aparır. Bəli, indi də idaməsi var. İdaməsi var. Xiyabanın adını əvəz eləmək cüzü elə onun dalısıdır. Bəli. Ya məhəllələrin adını əvəz eləmək şəhərlərin ya da məcbur, məsələn, qoymurlar türk adı qoyasan çocuğu, uşağıma qoymurlar türk adı qoyasan. Kütlər deyirlər, biz maddar bizuq, dərsək ki, iştibahdır. Mən kütlərlə müxalif deyirəm, çox yaxşı millətdirlər. Dastanlarını da deyəcəm. Azərbaycanlılarla onları düşmən salırlar ki, istifadə eləsinlər, gərək bu iş olmasın. Yəni, ora varid olmuram. Ümumiyyətlə, türklərlə yerli xalqlar bir-birinə düşmən salınması o bəzi xarici güclərin işidir, yəni. Dəqiqən. Məsələn, kütmişin şəhərlərdən biri Savuş Bulaqdır ki, indi də onlar kütlər oradadır.
Rıza Şah zamanı adını qoydular Mahabad. Bəli, bəli. Savuş bulaq, yəni soğuq bulaq. Soyuq bulaq, hə. Bulaq türkü kəlmədir. Savuş da soyuqdur. Soyuq, bəli. Soğuk bulağın adını qoydular Mahabad. Niyə? Mahabad. Türküdən eləsinlər fars. Hoviyyəti aradan aparsınlar. Bəli, çoxlu yerləri var, hənuz türkü adları vardır. Təəssüflə millətlər siyasət qurbanı olurlar. Siyasət qurbanı olmaq da çox belə yəni millətləri aradan aparmaq üçün bir hiyləgər bir siyasət qururlar. Millətləri aradan aparsınlar, kimliyi aradan aparsınlar, siz deyirsiniz hoviyyətini aradan aparsınlar, yəni kimliyi aradan aparsınlar. Bu bir siyasətdir. Bu dünyanın siyasəti. Təəssüflə bizim bir çox insanlarımız da o siyasətin qurbanı olurlar, millətlərimiz o siyasətin qurbanı olurlar. Məsələn, elə acı götürə bu Kürdlərdən söhbət düşdü. Bu çox günümüzdə olan PKK təşkilatı var da, PKK deyirik. Onların da içərisinə baxanda görürsən ki, içərisində PKK-nın içərisində heç də Kürdlər deyirlər. Başqa-başqa millətlərdir, xüsusilə ermənilərdir və ya kimlər bunlardır. Giriblər içərisinə, çünki dünya gücləri, böyük güclərin ki, o siyasəti həyata keçirdirlər, onlar bunların əlində həyata keçirdirlər. Demək ki, bu İran məsələsi neçənci ildən olur onda? Yəni İranın bugünkü adı yəni. Bu adı çoxları bilmirlər, hətta Azərbaycanlılardan və Farsların özündən ki, bu adı deyirlər, Rıza Şah çövürübdür. Rıza Şah çövürməyibdir. Rıza Şah həqiqəti deyib ki, o zamanacan deyirlər, o bala Fars məmləkəti tamam imparatorudur. Rıza Şah tamam səfarətxanalara yazdı ki, Fars ya Perjiya bir dənə bala bizim əyalətlərimizdəndir. Bizim 30 dənə o cür əyalətimiz var, adına deyərik İran. Bundan sonra İran adı aparır. Mesela ki Türkiyə, Türkün elədi Türkiyə. Neçənci ildə oldu, hansı ildə? Deyirəm sizə. Sasanlılar vaxtı iş üstə gəldilər, 1800 il bundan qabaq. Yəni tazadan aldılar əlinə, dediyim kimi. Vaxtı aldılar əlinə, İstədilər bu millətlərin içindəki özləri yabancıdılar, yamaqdılar biz. Bunları bihoviyyət eləsinlər, hoviyyətsiz eləsinlər. Gəldilər bunların məmləkətlərinin bir adlarını əvəz edər. Məsələn, Mad adın Darius zamanından başladılar. Bir dənə sərdar yolladı Darius be namı Atropat. Elədi Azərbaycanın adını Aturpatkan. Yəni, düzdür. Sasanlılar gələndə götdülər o adı cinə elədilər Azərabadigan. Azərabadigan ki elədilər, Mad, yəni Azərbaycanlılar ki, indi feylən Azərbaycanlılara adət eləmişik, gərək tez bu adəti başımızdan çıxardaq. İki Azərbaycan bir olandan sonra əvvəlin işi hər zatdan qabaq elə əvvəldə bu adı əvəz eləsinlər. Dünya desinlər buranın adı Maddır. Mad. Aylar bizim adımızı əvəz ediblər. Ondan sonra bu Azərabadiqana ki adını qoydular, ərəblərə utuzdular. Necə o İskəndərə əvvəl dəfə utuzmuşdular imperatorium adı. Bu Sasanilər də utuzdular İslam vurmuş ərəblərə. Ərəblər gələndə G yoxdur orada Azərabadiqan, qan ki deyirik. O C olur. Olur C. Onlar C deyirdilər. Azərbaycan deyirdilər. Azərbaycan da deyirdilər. Tələffüzləri bu hududda idi. Xülasə Azərbaycanda təsbit olub və indi 1400 ildir ki adı Azərbaycan olub. Binabərin buracan fikirəm ki İranın adını kim qoydu? Hava qoydular 1800 il bundan qabaq Sasanlılar qoydu və Madın da adını Həxamənişilərdən, yəni hudud 3000 il bundan qabaqdan. Amma Cavit bəy, 2500 il bundan. İran adı oldu 1800 il bundan qabaq deyirsiniz. Amma indiki İranlı mı? Yəni bu İran ərazisidir mi? Bu İranın ərazisidir mi? Hə, böyük İranın. Yəni imparatorium Mad çox böyükdür. Afganistan'da, Partı'da filan da dedim sizə ki, kuruşun
zirdəsindəydi, əlinin altındaydılar bunlar hamısı. Böyük nəqşəsi var istəsiniz. Mən gedin internetə baxın da imperatoriya görün nə Yox, görürsünüz. mad məlumdur, amma İran sizə şah gətiribdi bunu. Yəni İran İran adını, bax bugünkü İran adı, bax bugünkü İran adlanan yerə adı nə vaxt verildi İran adı? 1800 bundan qabaq. 1800 Yani min. o İran yığışıbdı. Necə parçanı yusan yığışar. Bu İran böyük bir məmləkətlər var idi ki, cüzü buraydı. Hatta Misr'den 70 de dedim da tam Amma başladım. amma bu İranın yəni farslara aidiyyəti yoxdur. Azərbaycan yəni mad deyirsiniz, mada aidiyyəti var. Yəni ki Azərbaycana aidiyyəti var. O türklərə Bunların aidiyyət. hamısı Türklerin ve Azerbaycanlıların imparatorluklarıydı. Evet. Vəli düşdü Ariyayların əlinə. Farslar da bizim kimi özləri məzlum olublar və qurbanlı olublar Ariyaylara. Farsa tohin eləmək əslən yaxşı iş deyil. İndi Ariyaylara gəl tohin eləyəsiniz. bəli. Ariyaylardır ki, hənuz da bu Fars adı ilə o birisi millətlərə tohin eləyib, çox deyiblər, məsxərə eləyiblər, filan eləyiblər və mükən eləyiblər. Bunlar hamısı Ariyaydılar. Ya Bumi İranlıdılar, ya Bumi maddardılar ki, Ariyayı zədə olublar. Necə İslam zədə olur, Bəli. İslam vurmuş olur, Ariyayı vurmuş da var. Yəni özü Umudur, əsl Azərbaycanlıdır, əsl Kürdüdür, əsl Türk, Ərəbdir, əsl Türkməndir. Bəli, beyninə belə soxublar kitablarda, bu cür oxutdurublar biləsinə ki, İranlılar Ariyayıdır. Aydın. Və bu iş Rıza Şah zamanından olub ki, son Rıza Şah bir mihenpərəst adamıdır və İngilislər getdi, xüsusə bəli İngilislərin əleyhinə getdi Almanlarla, Hitlerlə əlbir oldu, bexatən ki, İranı teknoloji, modernlə aparsın qabağa və Hitler də özünü Ariyayı bilirdi və hətta o Krasda ki, var, onun tarixçəsi çox uzundur. Rıza Şah deyib, biz de Ariyayı, İranlılar da Ariyayıdır. Tariximizi də ki, Ariyayılar əvəz eləmişdilər. Tez inandı Hitler və millətlərimiz inandı. Ümumi millətlər də fikirlədilər Ariyayıdırlar. Der nəticə, bunları gərək cavanlarımıza, gənclərimizə ölgədə Zaman bilsinlər. zaman Zaman öyrətmək zaman. lazım. Her kitap sənəd deyil, hər daşda yontulmuş sənəd deyil. Sizin bu araştırmalarınız bugünkü İran dərslərində, mədrəsələrində, universitetlərində tədris olunur, yoxsa yox olmur? Mən deyənlər ya özləri deyənlər. Yox, siz bu dedikləriniz var bu tarixlə bağlı. Bu sözləri mən danışanda az qalırlar məni döysünlər, yaman Tamam, döysünlər. tamam. Bir iddə əlbəttə, bir iddə yox. Bir iddə deyillər, yaxşı biz ayrıldıq, biz dedik biz Ariyayıq. Ariyaylar 3000 ildir gəliblər. Bu millətlər və bu məmləkətlər var idi orada. Özlərinə gətirməyiblər ki. Mən sizə çox-çox təşəkkür edirəm. Bir dənə şeiriniz də desəz çox yaxşı olar. Şeir dediniz deyəcəksiniz sonda. Şeir biraz uzundur, bəxtiniz var. Uzundur, məsələn nə qədər çəkər? 5 dəqiqə. Qoy gör, əsən əldə deyə yox. Hə. Dəyərli izləyicilərimiz, yenə də mən xatırladıram, yenə də deyirəm ki, Cavid bəyin dedikləri öz düşüncələri, öz fikirləri, öz araşdırmalarıdır. Tarixdən araşdırıbdır və büyümüzə təqdim eləyir. Bizim də tarixçilərimiz və Cavid bəyin fikrinə əks olan insanlar ki, deyirlər Cavid bəyin bu dedikləri tarixdə yoxdur və yaxud da ki, araşdırmalıdır. Məmnuniyyətlə biz bu məsələləri danışmağa hazırıq. Hər zaman danışaq və bu məsələlər həqiqətlər ortaya çıxsın. Mən məsələn İran tarixi ilə bağlı 1934-də İrana ad verildiğini bilirdim, eşitmişəm. Yəni mən yenə deyirəm, mən tarixçi deyiləm, araşdırması da deyiləm, araşdıran bunu. Mənim zamanım da yoxdur indən sonra araşdırma, amma araşdırmış insanlarımız varsa, gəlsinlər, mübahisə eləyək bu məsələləri. Məmnuniyyətlə mən efir verməyə hazıram. Bəli, buyurun Cavid bəy. Bizim
ili yadımda da, aha, 2006'da. Bəli. Neçə il bundan qabaq olur? 14 il oradan, 17 il. 17 il bundan qabaq. 17 il, bəli. 17 il bundan qabaq bir dənə Cumhuriyet İslamının dövləti qazetələrindən karikaturisti gəldi, bir karikatür çəkdi, Süsəri əksin çəkdi və dedi ki, tühlər filmlərdə zətdə, indi türkü danışırlar filan, edilə bilməyəcək. Mətbəx böcəyinə bənzətdilər, mətbəx böcəyinə. Mətbəx böcəyinə bənzər. Onu bizimkilər çox vaxt tarakanla deyirlər ona. Tarakan belə bir mətbəx böcəyi, mətbəxdə gələr görürsən şeyləri yeyib qaçar. O, bəli, may ayındaydı. 2006-cı ilin may ayında, doğrudur. May ayının 22-si olmalıdır, 24 olmalıdır belə. Azərbaycan birdən qalxdı. Doğrudur. Təbriz. Biz də burada qalxdıq. Hər yer qalxdı, dünyanın hər yeri qalxdı. Dünyanın hər yerində Azərbaycanlılar qalxdı ki, filan şudur. Tühlər bu məmləkətin sahibləridirlər. Bir qoymayın bu susqular gəlsin bizi tədbiləsin. Neçə nəfər cavanlarımız öldü Təbrizdə. Mən bu şeiri o zaman dedim və buradakı bir yığıntılımız var idi, dərnək var idi filan. Orada da oxudum. Bir də radyomuz var idi orada. Çox təşəkkür edirəm mən sizə. Çox sağ olun, var olun. Mən də sizdən təşəkkür edirəm. Biz cavanlarımız gəlir hüviyyəti ilə aşina olsun, tanış olsunlar. Bu bizə əvvəl vəzifədir. Onlar ki bilirlər, onlar ki bilmirlər, özləri görüşsünlər və desinlər. Bu əvvəl sözümü də axır sözümü. İran məktəbləri, təbii ki, İran mədrəsələri, bugünkü müasir İran mədrəsələri bizim gənclərimizə doğru tarixi öyrətməyib. Doğru kimlik də öyrətməyib. Eyni ilə həmin işi ruslar da bizim üçün görüblər. Çünki bunlar istismarçı rejimlərdir, istismarçı sistemlərdirlər. Onun üçün də biz tariximizi özümüz, dövlətimiz müstəqil olanda, tam olaraq müstəqil olandan sonra, bir Azərbaycan olandan sonra tam o övladlarımıza öyrədəcəyik. Amma bugün bizim özümüz öyrənməliyik ki, övladlarımıza öyrədək. Mən sizə çox təşəkkür edirəm, çox sağ olun bu gözəl verilişə görə, bu gözəl proqrama gəldiniz. Yenə də buradan deyirəm, kim istəsə biz bu məsələləri davam etdirə bilərik, mübahisələrini davam etdirə bilərik. Çox sağ olun, var olun. Dəyərli izləyicilərimiz, sizə təşəkkür edirəm, gələn görüşlərə dək. Sağ olun.